Gəlin baxın. Nə oldu indi? Baxın biraz yaxından çək, Qulaq kristalların yerdə yer dəyişməsi zamanı bu şəkildə gözdən çıxardım və başa 6 ildir baş gicələmədən əziyyət çəkir. 6 ildir gəzmədiyi yer qalmayıb. Əsas şikayətləri yatağa uzananda, çönəndə, çevriləndə baş dönməsi var. Biz müayinə etdik, baxdıq, qulaq kristalları yeri dəyişir. Xüsusi testi var onun. Etdik, baxdıq və bir dəfə manevr etdik, tamamilə baş dönmədən azad oldu. Əvvəl nə şikayətləriniz var idi? Əvvəl 6 ildir mən zulum çəkirdim, baş gicələmədən, müalicə etdirdim ildə 2 dəfə. Biraz yaxşı oldum, sonra keçəndə bir həftənin içində götürüb dönürdüm baş gicələmədən. Neyniyəndə baş dönmənizi baş qaldırırdı? Uzananda, əgiləndə, sol tərəfə yata bilmirdim, arxa üstə yata bilmirdim. Duranda zulum çəkirdim yatanda. Əlləriniz var olsun. Allah sizə razı olsun. Çox sağ olun. Yaxşı həkim. Mən TikTokda izləmişəm, gəlmişəm. Çox şad oldum. Təşəkkür edirəm. Çox sağ olun. Deməli biz manevr etdik. Biz düzdür, manevri burada qoya bilmirik, amma bizim etdiyimiz burada videoda testdir. Bu test ilə biz aşkarlayırıq ki, bu xanımda qulaq kristalları sürüşməsidir, yoxsa başqa bir şeydir. Yəni bu bir tibbi bir müdaxilədir. Burada hər hansı bir türkə çarə bir metod yoxdur.